Necəsiz Nərgiz xanım? Sizin başqa paltarınız yoxdur. İnanırsınız necə rahatdır mənə. Bugün səfərimiz I love you Alanya'dır. Görün bacaracağıq mı? Yoxsa yox. Gedirik bir yerdə. Gedirik. Görək bacaracağıq, bacarmayacağıq. Məhəbbət sokak. Bəzi yerlərdə Nərgiz sokak yazılıb. Bilmirəm mənə görədir yoxsa niyə? 12:30'da avtobus gedir I love Alanya. Görək tapa bilirikmi? Defakto'nun qabağından. Gedək Defakto'ya çataq. Alınmasa gəlib dənizdə çiməcəm. İfşo. Kupalikmi götürmüşəm. Mən yenə tərəfi səhv saldım. İndi əksinə bu tərəfə getməliyəmmiş. Mən isə əks tərəfə gəldim. Amma bu küçəni görməmişdim. Buranı da bəyəndim. Bir dənə Rusla tanış olmuşdum. O güya məni aparacaqdı. Daha doğrusu bir yerdə gedəcəkdik. O da heç nə zəng eləmədi, nə yazmadı. WhatsApp-ımın nömrəsini götürmüşdü. Nə yazmadı. Ruslar da köpçü olub, yaman. Güya düz adamdılar. Yaman düzdülər. Köpçüdülər, necə lazımdır. Exchange'de pazar günü açıldı. Hiçbir problemsiz. Ben de dedim birden pazar günü bağlı olar. Hava bilsəz necə istedi. Dəhşət istedi, dəhşət. Oktyabrın 29'u bayramlarıdır. Bayramlarını sizə çəkəcəm, bilmirəm. Mahnıları qoymaq olacaq, olmayacaq. Səssiz də olsa çəkəcəm sizə. Bilmirəm, bacaracağım yoxsa yox. Avtobusla getməyi. Bir işləri pisdir ki, ancaq artıq qış paltarları satışdadır. Yay paltarları sezonu qutarıb bunlarda. Pis olan odur ki, bayramla əlaqədar buralar, yollar hamısı bağlıdır. Ostanovka var. Ama bax bu Ostanovkadan getməlidir əslində. Alanya hizmət biriminin yanında. Ostanovka budur. Amma necə gedəcək ki, buralar bağlıdır. Hiç bilmiyorum. Məlum məsələlər var buradan. Görüm. Bütün yol bağlıdır. Bütün yol. Deməli, baxdıq, gəzdik. Bizə orada polis dedi ki, bu avtobusda bu dayanacağa gəlsən, buradan keçəcək. Amma burada yazılıb 101 və 1 avtobusları keçir. 8 nömrə keçmir. Hələ ki yoxdur. Yazılıb ki, orada yazılmıyor 8 nömrə. Gözləyək görək. Bacaracağıq mı ucuz qiymətə? Polisdən soruşuram, deyir mən burada 30 ildir yaşayıram, oraya getməmişəm. Sən nə olub gələn kim oraya gedirsən? Mən də onu utandırdım. Dedim mən Bakıdan gəlmişəm. 3 gündür oranı görmək istəyirəm. Sən burada yaşayırsan olmamısan. Ayıb deyil sən üçün. Uzaq yola çıxırsansa, gərək çox yeməyəsən. Bir dənə su və bir tikə çörək. Gözləyirəm də görüm nə olur. Əgər avtobus tapmasam, buradan gedirəm dənizə. Palnikim üstümdədir. Bunlar da soruşurlar məndən ki, avtobus gələcək, deyirəm, bilmirəm. Mən də gözləyirəm. Görək nə olur. Ruslar mindilər, getdilər. 101'ləri gəldi. İndi görək bizimki də gələcək. Bilmirəm.
Bax 27 dəqiqə işləyib. Bütün avtobuslar gəlir, mənim avtobusum gəlmir. 8 nömrəyə minməliyəm. Bax bu Yediniçkadır. Bax görürsüz? Mənə 8 nömrə lazımdır. Biletlərə yarışmasıdır, nədir, başım çıxmır. Avtobusum gəlmədi. Telefona ver. Baxmayaraq ki, Aylı Balanya'ya gedə bilmədim, amma o qədər ləzzət aldım bu yarışmada. Dənizə. Bax, belə gözəl yolla. Güzellik değil mi? Güzellik değil mi? Parıltını görürsünüz. Oo, lezzetli, lezzet. Bu kadar relax abu-hava var burada. Bu kadar istirahat abu-havası var burada. Adamın inanmağı gelmir ki oktyabr ayıdır. Bu zontiklər də mənim paltarımın rəngindədir. Ona görə paltarım zontiklərə qoşulur. Gerek dəniz necədir? Bugün bazar günüdür. Ayın tarixini bilmirəm. Desə 26 olmalıdır. Bilirsiniz də, xoşbəxt insanlar heç vaxt ayın tarixini bilmirlər. Bilirsiniz də onu. Bəli. Mənim üçün heç bir qram dəxli yoxdur hansı aydır. Hansı gündür. Ayı dəxli var düzündür. Çünki yay deyil, o bilirəm. Payızdır. Ama burada bu tür güzel abu-hava var. Bütün gezmeklerin sonu deniz kenarından geçir. Bəli, oktyabrın sonu. Bir dalga var biraz. Alıp çırpır adamı. Özü de bir güzellikti.
denizə baxın. Yenə bir dənə lotka. Bu lotka bilirsiniz nədir? Hava ilə dolur. Dünən kişi boşaltdı, balaca büktü apardı. Görək indi bu üzə biləcək. Qoy görək. Görək bacaracaq, bacarmayacaq. Surfing eləməlidir bu. Bu dalğaya gözəl o. Heç vaxt gözməz. Yüngüldür sembolü.